bu yeri oxumaq istəyirəm sizə. İsa Məsihə Yeşaya Peyğəmbərin kitabını verdilər. Sinagogda. Yəni məbəddə. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı. Rəbbin ruhu üzərimdədir. Çünki fəqirlərə müjdəni bildirmək üçün o məni məhs etdi. Əsirlərə azadlıq, qəlbi sınıqlara şəfa, körlara gözlərinin açılmasını elan etmək üçün, məzlumları sərbəstliyə buraxmaq üçün, Rəbbin lütfilini bəyan etmək üçün məni göndərdi. Bunu bizim Rəbbimiz İsa deyib. Fikir verin, deyir əsirlərə azadlıq. Məni bir şey maraqlandırır. Niyə görə bizdə bəzi imanlar illərlə bu məbədə gəlib gedirlər, amma hələ də əsirdirlər, azad deyirlər. Öz köhnə təbiətinin adət-ənənələrindən, öz iyrənc murdar işlərindən, alkoqoldan və sairə pis vərdişlərdən niyə azad deyirlər? Niyə görə? Əgər bizim Rəbbimiz deyirsə ki, mən gəlmişəm, əsirlərə azadlıq verim. Niyə görə bir çox imanlar bugünəcən kördülər? Baxırlar, görmürlər. Niyə görə bu günləri bir çox imanlar kardılar? Eşidirlər, başa düşmürlər. Niyə görə bu günləri bir çox imanlar Allahın kəlmələrin, kəlamların, sözlərin dinləyirlər, amma icra etmirlər. Niyə? Özünüzə sual verin. Niyə? Ne üçün mən bugünəcən hələ də yenidən doğulmamışam? Ne üçün mən bugünəcən Rəbbi tanımamışam? Ne üçün mən bugünəcən onun dediklərin həyatımda icra etməmişəm? Ne üçün mən bugünəcən azad olmamışam? Niyə? Əgərləri biz məbədə gəliriksə, Allahın kəlamını eşidiriksə, onun dedikləri ilə yaşamırıqsa, biz özümüzü aldadırıq. Bu çox təhlükəli bir şey. Mən sizə deyim, niyə? Bir çoxumuzda İsa yoxdur. Mən sizə deyim, niyə görə? Bir çoxumuzun həyatında Məsihə yer yoxdur. Mən sizə həqiqəti demək istəyirəm. Çünki hələ 2000 il bundan qabaq İsa Məsih bu yerdə bu suala yazı ilə cavab vermişdi. Ona görə ki, onlar güya Allaha səcdə qılırlar. Onlar güya yalana nifrət edirlər. Onlar güya Allahın bəndəsi kimi özlərini aparırlar. Onlar güya Allaha dua eləyirlər. Güya və Allah onların qapısını döyəndə, onlara onların günahını görsədəndə, deyəndə ki, sən əsirsən, sənə azad olmaq lazımdır. Onlar onu qovurlar həyatlarından. Baxın həyatınıza, görün. Siz də İsrail xalqı kimi İsa Məsih qapınızı döyəndə onu qovmursunuz ki. Onu məbəddən çıxartdılar və gətirdilər bir uca dağın başına və oradan İsa'nı atmaq istədilər aşağı. Çünki İsa demişdi ki, sən əsirsən. Mən sənə bu əsirlikdən azadlıq vermək istəyirəm. Çünki İsa demişdi, səndə qürur var. Mən o qürurdan səni azad etmək istəyirəm. Çünki İsa demişdi,
sən güzgiyə bax, özünü gör və dəyiş. Bu onların xoşuna gəlməmişdi. Bax gör həyatında İsa hardadır? Varmı ürəyində? Varmı qəlbində? O günləri sənin qapı mütləq döyəcək. Amin. Qoy Rəbb xeyir dua versin. Görün burada nə yazılıb? Sizi dinləyən kəs məni dinləyir. Sizi rədd edən məni rədd edir. Məni rədd edənsə məni göndərəni rədd edir. Amin. Bunu İsa deyir. Deyir ki, əgərləri kimsə sizi dinləyirsə, o məni dinləyir. Əgərləri kimsə sizi dinləmirsə, rədd edirsə, o İsa Məsihi rədd edir. Və İsa dalıcan deyir, kim məni rədd edirsə, o məni göndərəni, yəni atanı rədd edir. Mənim ürəyimə gələn fikir bu idi. Mən baxdım, gördüm ki, bizdə bacı-qardaş arasında fərq var. Çünki qardaş bir o qədər çox deyil, amma bacı çox dəyir gözümə toplantıda. Yəni fərq var. Və bu zaman baxanda belə bir qəribə fikir gəldi. Ürəyimə sizə demək istəyirəm mən. Bacılar və qardaşlara da aiddir. Allahın sözü iki tərəfli qılıncdan itidir. Rəbb müqəddəs kitabında deyir ki, mənim gözlərim önündə iyrənc olan bir şey var. Və bu iyrənc olan bir şey qadının kişi paltarı geyinməsidir. Sonra Rəbb deyir, və eləcə də kişinin qadın paltarı geyinməsi mənim gözlərim önündə iyrəncdir. Burada fiziki paltardan getmir söhbət. Çünki keçmişdə mən baxıram, bizim nənələrimiz şalvarda gəziblər. İndi şalvar mod olub. Sonra baxıram, Şotlandlar demə, yubqada gəzirlər. Mən bilmirəm, bizdə yubqada gəzən kişiləri görməmişəm. Bəlkə də haradasa mod olub. Mən modadan danışmıram. Mən insanın daxili varlığından danışıram. Bir çox ailələrdə bu günləri qadın özün kişi kimi aparır. Ərinə yer görsədir. Allah deyir, bu iyrənclikdir mənim gözlərim önündə. Ona görə də və yaxud bu günləri bir çox kişiləri çox gözəl bizdə teatrlar arada olur, mənalı olur o teatr televizorda. Bilməm, baxmısınız, baxmamışsınız. Orada elə kişilər var ki, özlərini arvad kimi aparırlar və görsədirlər kişinin arvad paltarı. Mən məsləhət görürəm, bir günləri Rəbb buradadır. Biz Rəbdən həmişə nəsə istəyirik. Biz həmişə Rəbbin qapısını döyürük, giləygüzar eləyirik, ona ibadət eləyirik. Bugünkü mövzumuz dua mövzusudur. Nə olar? Dua edin Rəbbə ki, Rəbb sizə bu günləri görsəsin. Siz hansı paltarda bura gəlmişsiniz? Və əyəmləri, bacılarım, siz kişi paltarında gəlmişsinizsə, heç kim görmədən onu Rəbbə verin. Və qadın paltarı geyinin. Zərif, qiriyyət, namus, təmiz, müqəddəs. Allah iyrənc şeyi qəbul eləyə bilməz. Eləcə də qardaşlarım, baxın həyatınıza əyəmləri qadın paltarında gəlmişsinizsə, bu günləri o paltarı dəyişdirin. Elə belə söz deyilmir. Bu Rəbbin sözüdür. Qəbul edin. Amin. Hamımız bu ayələrə diqqətlə qulaq asaq. Bu İsa Məsihin peyğəmbərlik sözləridir. Və bu günləri dünya bu vəziyyətdə olduğu üçün mən bunları sizə oxumaq istəyirəm. Və sonra bir ilahi dinləyəcək və dua edəcək. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq,
və zəlzələlər olacaq. Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. O zaman sizə əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək. Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək. Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq. Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. Amma axıracan dözən xilas olacaq. Səmavi padşahlığın bu müjdəsi bütün millətlərə şahadət olmaq üçün bütün dünyada vaz ediləcək. O zaman hər şeyin axırı gələcək. Amin. İsa Məsih bizə burada son günlər haqqında danışır. O bizə bəyan edir. Son günlər insanlar neylərlə rastlaşacaq? Zəlzələlərlə, millətin millətə qarşı qalxması ilə, millətlər arasında olan problemlər. Sonra İsa Məsih qeydir, deyir ki, aclıq. Mən bir günləri bilirəm ki, Afrika qitəsində nə qədər insanlar aclıqdan ölürlər. Və dünyanın demək olar ki, böyük bir hissəsi acdır bu günləri. Sonra Rəbb bizə bəyan edir ki, bizim aramızda elə insanlar olacaq ki, bir-birinə nifrət eləyəcək, bir-birini ələ verəcək, bir-birinin üstünə qalxacaq. Əziz bacılar, qardaşlar, Allah bizi bunlardan qorusun. Allah xeyir dua versin bizə ki, biz o dəhşətli anları yaşamayaq. Rəbb bizə inan versin və bizi qorusun. Amin. Əziz bacılar, qardaşlar, mən bu günləri sizinlə dua haqqında danışmaq istəyirəm və yəqin ki, bir çoxunuz deyərsiniz ki, mən dua edirəm, mən bilirəm və s. və ilaxır. İmtası, mən bir qeyri-adi həqiqəti söyləmək istəyirəm. İnsan, ümumiyyətlə, uşağın çox sualı olur və uşaq çox danışır, çox danışan olur və hər şeydə maraqlandırır onu. Amma insan böyüdükcə az sualı olur və çox az danışır. Amma elələr də var ki, elə uşaq kimi qalırlar, böyüyəndə elə nətər uşaqlıqda danışırdılar, böyülükdə də danışırlar. Çox danışan olurlar, vay külür. Elədir. Deməli, mən belə düşünürəm. Biz əyyəmləri Rəbbə təzə imanda gələndə duaya başlayırıqsa, biz həyatımızın sonunacan o dualardan əl çəkməməliyik. Mən çox gözəl bilirəm ki, burada elə insanlar var ki, gündə bəlkə bircə dəfə və yaxud bir neçə saniyə və yaxud dəqiqə qısa dua eləyir, onunla da qurtardı. Və özün imanlı sayır. Sonra başlayır onun həyatında onun işləri və onun yolu və onun öz düşüncələri və həyatı. Belə olmalıdırmı imanlının həyatı? İmanlı belə yaşamalıdırmı? Mən yadıma düşür İsrail xalqı, Allahın İsrail xalqına xəbərdarlığı. Görün, Rəbb Allah İsrail xalqı nə ilə xəbərdarlıq etmişdi? Rəbb Allah İsrail xalqına deyir ki, nə zaman ki siz və mənim vəd etdiyim torpaqlara daxil olacaqsınız, ehtiyatlı olun, məni unutmayın. Bu günləri bir çox imanlar həyatlarında nəyəsə artıq nail olublar. Mən bilmirəm dualarının hesabına, Rəbbin mərhəmətinə görə və yaxud Rəbbin iradəsinə görə və yaxud da ki, şeytanın. Çünki insana iki şəxsiyyət verə bilir.
Əyəmləri sizdə şübhə varsa, siz mənə sual verə bilərsiniz. Ay pastor, əyəmləri şeytan insana nəsə verə bilir? Mən sizə deyim, bəli. Şeytan nəinki verə bilir, hətta verir də. Şeytanın verdiyi ilə Allahın verdiyinin arasında fərq var. Şeytanın verdiyi özü ilə insanın həyatına lənət gətirir. Allahın verdiyi isə özü ilə insanın həyatına xeyir-dua gətirir. Şeytan, iblis, Allahın əleyhidarı. Amma bu demək deyil ki, o gecə-gündüz Allahla boks oynayır. Yox. O hələlik Allahla söhbətdədir. Və hər bir imanlıya görə Allah ona izin verəndə hər bir imanlını o sınaqdan keçirdir. Mən çox gözəl bilirəm ki, bizdə imanlar olub, gəlib küncdə oturublar və mən maraqlananda onlarla ki, nədir? Deyib, mən dua eləyirəm Rəbbə. Mən də onu rahat buraxmışam ki, qoy dua eləsin Rəbbinə. Və dua edəndən sonra, bilirsiniz, bir çox imanların həyatına bol, nətər ki, bir çox imanlar deyirik, qoy Rəbb sənə bol-bol xeyir dua versin. Bəzi imanların həyatına bol, amma hansı Rəbb? Biz hamımız bilirik, iki cür Allah var. Biri böyük hərflə, biri balaca hərflə. Çörəyi bol-bol ehsan eləyib və həmən küncdə dayanan, bükülən imanını birdən-birə tramplində oppanan kimi oppanıb çox yüksək mərtəbəyə və onun finansivi problemi olmayıb. Onun imkanı yaxşıdır, yaşayır, pulu var. Mən pulu olan imanlardan danışıram, imkanlı imanlardan danışıram. Onlar özlərin vururlar daşa, közə, müxtəlif yollara və elə düşünürlər ki, Allah onlara xeyir dua verdi. Amma evlərinə elə imanların lənət daxil olur. İblis enəntinə imanların həyatına daxil olur. Çünki şeytan bir tərəfdən verəndə o biri tərəfi qazımağa başlayır. Rəbb deyəndə ki, xalqına ehtiyatlı olun. Siz vəd olunmuş torpağa girəndən sonra məni unutmayın. Bu imanlılara birbaşa aiddir bu ayə, bu kəlmə, bu söz. Ki, ehtiyatlı ol, sabahları bir çörəyin əvəzinə evində 2 dənə olanda məni unutma, qudurma, çaşma, yolu azma. Rəbb bunu deyirdi. İndi isə mən sizinlə birlikdə müqəddəs kitabdan ürəyimə gələn ayələri oxumaq istəyirəm və bu da dua ilə əlaqədar ayələrdir. İmtası çox mənası var bu ayələrin. Gəlin birlikdə kimlərin kəlamı kitabı varsa, məni ilə birlikdə 2-ci Salnamələr kitabını açsınlar. Və 7-ci fəsil 14-cü ayədən sizinlə birlikdə oxumaq istəyirəm. Gəlin diqqətli olaq ayələrə və sözlərə. Görün burada nə deyir Allah? Əgər mənim adımla çağrılan xalqım özünü aşağı tutarsa, dua edib məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam. Bizim hamımız bilik ki, doğrudan, həqiqətən belədir, Azərbaycanın torpaqları xəstədir. Onlar bütpərəstlərin əlindədir. Görün, Rəbb burada bizə nəyi vəd edir? Sənin, mənim dualarım bizim xalqımızın, qaçqın düşənlərin torpaqlarını geri qaytara bilər. Və həmən torpaqları sağalda bilər. Siz buna inanırsınız? Mən inanıram, bilirsiniz, mən burada bir balaca əlavə eləmək istəyirəm.
Mən Azərbaycanı sevirəm, xalqımı sevirəm. Çünki bu məhəbbət mənə Allahdan verilib. Və son nəfəsiməcəndə inanıram, Allahın verdiyi müvəqqət olmur, əbədi olur. Mən son nəfəsiməcən Azərbaycanı sevəcəm. Mən Azərbaycanın bir çox gözəl təbiət yerlərində olmuşam. Nə bilim, istəyir Qazax zonası olsun, istəyir bu Qusar, Quba zonası olsun, istəyir Masallı zonası olsun. Mən sevirəm Azərbaycanı. Və mən sizə bir söz deyim. Mən istəyirəm, Rəbbə yalvarıram, Rəbbə dua edirəm ki, Şuşada İsa bulağından su için. Mən inanıram ki, mənim Rəbbim bu möcüzəni edə bilər. Və bunun üçün dua edirəm. İndi isə gəlin, oraları görməmişəm, görmək istəyirəm. Gəlin sonra oxuyaq. Rəbb bizə söz verir. Sonra görün nə vəd edir. İndi bu yerdə edilən duanı gözlərim görəcək və qulaqlarım eşidəcək. Bunu Allah deyir. İndi adımı əbədilik oraya qoymaq üçün bu məbədi seçib təqdis etdim. Mənim nəzərim və ürəyim daima orada olacaq. Amin. Siz inanırsınız ki, bu Allahın sözüdür. Və bu bizim məbəddən gedir söhbət. Rəbb deyir, mənim nəzərim və gözüm bu məbəddədir. Və mənim Rəbbim deyir, əgər, hamımıza aiddir bu ayə, əgər o xalq hansı ki mənim adımı daşıyır, bilinləri bir çoxlarımız deyirik, soruşanda mən Məsihçiyəm. Dinənlərə mən mühakimə üçün demirəm, mənim qardaşım zəng elədi, dedi kubuk yarışı var, mən də həm televizora baxırdım, həm də kəlamdaydım. Mən bir dənə fragment gördüm, bir nəfər futbolistlərdən biri başı ilə qol vuranda topu vurdu əlinə, əli ilə qol vurdu. Diqqətlə qulaq asın sözümə. Və bu dəmdə Sudiya bunu gördü, hakim, Türkiyəli hakim göstərdi ki, sən əli ilə vurdun. Həmin insan cuma gəldi, hakimin üstünə başladı, hakimlə mübahisə eləməyə ki, sən yalan deyirsən. Mənim top əlimə dəyməmişdi. Həmin idmançının adı Neymardır. Hakim dedi, yox, sən əli ilə vurdun. Sonra həmin fragmenti televizorda 2-3 dəfə göstərdilər. Mənə də maraqlı idi. Mən gördüm ki, başı ilə əlinə vurur, əli ilə də qola. Sonra bilirsiniz nə oldu? Maç qutardı. Maç qutarandan sonra mən həmin futbolistin başında ağ rəydə bir bağlı bir şey gördüm. Əski deyək, parça deyək, bilmirəm nə. Orada bilirsiniz nə yazılmışdı? 100% İsa. Yəni mən 100% İsa'ya məxsusam. O bunu yazmışdı. Sonra həmin futbolist diz söküb dua eləyirdi, kameralar onu çəkirdi, o Allaha şükür edirdi. Mən isə onun yerində olsaydım, tövbə eləyərdim. Əyəmləri sən 100% İsa'ya məxsussansa, sən niyə yalanla özünə şöhrət axtarırsın? O taxmamalıydı başına, o hadisədən sonra o sarğını. Bu günlərdə bizim məbəddə bir çox imanlar elə yollarla gedirlər ki, hər yerdə Rəbbin adına küfür gətirirlər. İsa Məsih müqəddəs kitabında deyir ki, sizə görə bütpərəstlər arasında mənim adım küfr ilə çəkilir. Baxın həyatınıza, baxın yaşayışınıza, baxın danışığınıza, baxın geyiminizə, baxın ədanıza, baxın düşüncələrinizə, baxın ətrafınıza, kimi görsədirsiniz siz. Biz kimi görsədirik. Görün, Rəbb nə deyir bizə? Müqəddəs yazısıyla. Bilirsiniz, mən dünənləri Neymarı elənçinə görəndə, o indi nə bilim, güya bunlar ulduzdur, nədir, ulduz göydədir, yerdə ulduz yoxdur. Amma mən sizə bir həqiqəti söyləyeyim. Mən istəməzdim ki,
o hərəkətindən sonra başına nəsə bağlayıb, desin ki, mən 100% İsa'ya məxsusam. Yalandır bu. Allahın yalanda şey yoxdur. Diqqətlə qulaq asın. Biz hamımız bu məbəddə İsa haqqında eşitmişik. Və əksəriyyətimiz bu məbəddə vəftiz olmuşuq. Bugün Rəbbin süfrəsi günüdür. Və bir çoxumuz tövbə duası eləyəndən sonra çalışmışıq ki, Rəbb bizi eşitsin. Biz başlamışıq ona dua eləməyə. Biz başlamışıq onun qapısını döyməyə. Biz başlamışıq ondan yardım istəməyə, diləməyə. Müxtəlif cür. Bizim diləklərimiz olub. Amma heyfsizlər olsun ki, hamımız ondan istədiyimizi ala bilməmişik. Burada elə imanlar var ki, illərlə dua eləyir, ala bilmir. Elələri var ki, həyatı boyu deyinirlər. Elələri var ki, Rəbb İsa Məsihdə sevinmək əvəzinə gecə-gündüz gözyaşı tökürlər. Elələri var ki, əlləri başqalarına paylamalıdır, amma həyatı boyu özləri yığırlar. Biz əyəmləri quru torpaqların üstündə yerisək, bunu İsa deyir, ora göy çəmənliyə çevrilməlidir. Yam-yaşıl ağaclar olmalıdır orada. Su axmırsa orada fəvvarə püskürməlidir. Bəs niyə görə bizim həyatımız bambaşqa cürdür? Tərsə məzhəbdir. Ne üçün? Niyə görə biz dilədiyimizi ala bilmirik? Niyə görə biz qapını döyürük, üzümüzü açılmır? Axı Allah deyib. Diləyin sizə veriləcəkdir. Razısınız bu sözlə? Bunu İsa deyib. Siz İsa Məsihə inanırsınız? Mən inanıram. Mən bilirəm ki, Allahda yalan yoxdur. Mən bilirəm ki, mənim Rəbbim nə deyibsə həqdir. Və mən bilirəm ki, onun sözləri, onun ruhu təsdiq edir. Mən bugünəcən bir şey gördüm. Mən gördüm ki, mən İsa Məsihi tanıyandan sonra Allahı tanımışam. Mən gördüm ki, İsa Məsihi tanıyandan sonra Allahın yolunu tanımışam. Mən gördüm ki, İsa Məsihi tanıyandan sonra mənim həyatım dəyişib. İnsanlar çox şey deyə bilər mənə haqda və yaxud sənə haqda. Onlar müxtəlif cür bizi istədiyi kimi tərəziyə qoya bilərlər. Amma mən sizə bir şey deyim. Hər şey edə bilərlər bizinlə. Amma bir həqiqəti deyim. İsa'nın bizim həyatımızda etdiyi dəyişikliyi heç cür təzədən dəyişə bilməzdir. İçimizdədir o şey. Daxilimizdədir. İndi isə qulaq as. Kimlər ki bugünəcən həmişə döyürlər, Rəbb onlara qapı açmır. Çağırırlar, Rəbb cavab vermir. Diliyirlər, almırlar. Çox maraqlıdır. Maraqlıdır. Niyə görə sən Rəbdən istədikləri ola bilmirsən? Nə istəyirsən Rəbdən? Niyə görə insanlar diliyir, ala bilmir? Niyə görə insanlar qapını döyür, Rəbb açmır? Niyə görə insanlar yalvarır, Rəbb eşitmir? Sizcə niyə görə? Axı İsa deyir ki, diləyin sizə veriləcək. Axtarın, tapacaqsınız. Qapını döyün, sizə açılacaq. Demirək get, dostluğun qapısını döy. Demirək get, xalan oğlunun qapısını döy. Demirək dünyadakı kimi get, kimlənsə borc istə. Yox. Borcu verirlər. Bu dünyada dost-dosta, qohum-qohuma, yaxın-yaxına. Amma Allah heç açan borc vermir. Allahın adı səxavətli Allahdır. Bəs niyə görə o səxavətli Allah sən istəyirsən, sənə vermir? Niyə görə? Sən diləyirsən, ala bilmirsən. Nə üçün? Sizcə. Niyə? Mən sizə deyim, niyə? Gəlin birlikdə Yeşaya Peyğəmbərin 66-cı
fəslin nəzərimizdən keçirdək. Burada belə yazılıb. Diqqətən qulaq asın. Mən sizə bir söz demək istəyirəm. Gəlin açıq danışaq. Mən sizə elə bir sir açmaq istəyirəm ki, bu sizə xeyirdir. Hamımıza xeyirli bir sirdir. Mən Rəbbin sözün sənə çatdırmaq istəyirəm. Ola bilsin ki, sən borc içindəsən. Ola bilsin ki, dərd içindəsən. Ola bilsin ki, hardan gözləyirsən ki, sənin pulun olsun. Ola bilsin ki, hansısa bir çətinliklə üzləşmirsən. Ola bilsin. Mən isə sənə Rəbbin sözün demək istəyirəm və bu sözlə sənin yarova Allah məlhəm çəkmək istəyir. Onun məlhəmi onun sözüdür. Rəbbin sözü Rəbbin məlhəmidir. Niyə görə onu deyim sizə? Həmən indi 66-cı fəsildə belə bir ayə var. Görün bu ayə nə deyir? Mənim yadımdadır ki, mən uşaqlıqda yıxılanda, əziləndə və yaxud nəsə problemim olanda mən birinci bilirsiniz kimin üstünə cumardım? Anamı. Gələrdim onun yanına ağlaya-ağlaya. Ağrıdan, sızıltıdan. Qaça-qaça gəlib mamamı tapardım, onun qucağına özümü sığındırardım və bilirsiniz, mamam görəndə ki, mən belə bir hərəkət eləyirəm, hansısa bir yaramdan qan axır və yaxud yığılmışam, dizim əzilib, mamam deyərdi, diyan oğul, oradan öpüm. Mən sonra da deyərdi, indi öpəzəm, keçəcək. Deyərdim, mama öp. Mamam öpərdi, mən ağlayırdım. Baxırdım, görürdüm keçməyib. Deyirdim, keçmə daxay mama. Deyirdi, onda gəl bir də öpüm. Sonra başıma sığal çəkərdi. Və bilirsiniz, təxminən, məhəbbəti ilə, çox keçmədən mən o yaramı unudardım, yenə qaçardım. Müqəddəs yazdı 66-cı fəsildə, Yeşaya'nın kitabında Rəbb görün nə deyir? Ana balasına təsəlli verən kimi mən sizə təsəlli verəcəm. Ana balasına təsəlli verən kimi Allah burada özün ana adlandırır. Allah deyir, sən ağlaya-ağlaya mənim üstümə gələcəksən, mənə yarığı görsədəcəksən. Mən sənin yarıva məlhəm çəkəcəm və sənə sığal çəkib təsəlli verəcəm. Kim? Kimə? Veyalara biz oxuyuruq. Rəbb deyir bizə, əgər mənim xalqım, hansı ki mənim adımı daşıyır, yəni adım sənin üstündə Məsihçi adı varsa, sən İsa'nın ardıcılısansa, Rəbb onları xalqım adlandırır. Başqaları onun gözündə bütpərəstdirlər. Bizim kitab bunu deyir. İsa deyir, Yeşaya Peyğəmbərin kitabında İsa belə deyir, diqqətlə qulaq asın, 66-cı fəsil 2-ci ayədə, çünki bütün bunları mənim əlim yaratdı. Yəni bütün kainatı bizim atamız yaradıb. Biz ona ata deyirik. Davizan görün nə deyir? Hər şey beləcə əmələ gəldi. Rəbb bəyan edir. Ancaq mən özünü aşağı tutan və ruhu əzilmiş insana sözümün önündə titrəyənə nəzər salaram. Sən istəyirsən ki, sənin həyatında dəyişiklik olsun. Sən istəyirsən ki, sənin həyatında çörək olsun. Sən istəyirsən ki, sənin həyatından lənət qaçsın. Sən istəyirsən ki, Allah səninlə olsun. Gör Allah nə deyir? Sən onun sözü qarşısında, İsa'nın qarşısında titrəməlisən. Sən Rəbbimin dediklərindən qorxmalısan.
Sən onun dediklərin həyatında icra etməlisən. Edirsənmi? Fikir verin. Bir çox büyünləri imanlar. Rəb. İndi mod olub. Büyünləri bir çoxları Rəb deyirlər. Amma Rəb deyir, onlar mənim yollarımdan uzaqdılar. Sən mənə sual verə bilərsən də, məlum məsələdir. Mən özümü nətər aşağı tutum. Həmin ikinci salnamələrdə də deyir, özünü aşağı tutarsa, sən özünü nətər aşağı tuta bilərsən? Mən deyim sənə. İsa Məsih bir dəfə güclü bir misal çəkib, o misal həmişə müqəddəs kitabda mən o misalla, yolda ilahidə o misalla mən qarşılaşıram. Deyir, məbədə iki cür insan gəlir, yəni iki cür düşüncəli, iki cür ürəyi bambaşqa insanlar var burada. İki cür. Və ikisi də Allahın huzuruna çıxırlar. Biri başlayır özün tərifləməyə. İlahi, sənin sahəndə mən nə xəsisəm, nə fırıldaqçı. Büyünləri bir çox qadınlar elə düşünürlər. Mən tərtəmizəm və yaxud kişilər məndən yoxdur, nə olub mənə və ilahi və s. Mən yer üzündə ən böyük günahkar özümü sayıram. Mən də bu məbədə gələndə, dua eləyəndə Rəbbə, mənə deyəndə tövbə eləməlisən, mən fikirləşirdim. Mən nəydən tövbə, nə qıyırmışam ki, mən tövbə eləyim? İnsan özün görmür. Farisey görün nə deyirdi Allaha? Sənin sahəndə nə xəssəm, nə fırıldaqçı. Nə də arvadıma xəyanət eləyirəm. Mən arvadımı deyir, sevirəm. Şükür olsun ki, ya Rəbb, mən oruç tuturam. Məbədvə gəlib gedirəm. Ha, sənə məbədvə yadva sallam, hələ 10% da verirəm. Və müqəddəs yaz deyir ki, kənarda isə bir nəfər dayanmışdı. O vergi yığan idi. Vergi yığanları Yahudilər sevmirdi. Onlara nifrət eləyirdilər. Nətər ki, büyünləri bir çox imanlar yaxınlarına nifrət eləyir. Sevmirlər. Özlərindən razıdırlar ona görə. Bunlar güya kimdilərsə, onlar isə içinədir. Həmin farisey duanı qutaran kimi o birisi qeydir, deyir ki, deyir, mən heç bu vergi yığana da oxşamıram. Vergi yığan isə qorxusundan Allahın huzurunda, Allahın məbədində titriyə-titriyə, başın gözün belə göyə qaldırmağa özündə cəsarət tapırdı. Allaha qeydir deyir, buyda, mən nə buyda günahkaram? Ya Rəbb, mən günahkara mərhəmət elə. İsa bilirsiniz nə deyir? Deyir evə, bərayəti özün ucaldan yox, tövbə eləyən bərayət qazanıb getdi. Kim özün üstün tutarsa, o alçalar. Burada da Allah deyir, siz mənim qarşımda və bir-birinizin qarşında özünüzü aşağı tutun. Bütün məsihçilərə söz demək olmur. Hünərim var, bir bağlaca, birinin ayağını taftala. Gözlər işıldayır. İblis içərdən başlayır sənə danışmağa. Elə sözlər, elə fikirlər, elə düşüncələr ki, Allah göstərməsən, istəyir qadınlar, istəyir oğlanlar, istəyir kişilər, istəyir qızlar. Baxın həyatınıza. Sizə acı söz deyəndə siz qəbul edirsiniz və yaxud sizə həqiqəti söyləyəndə siz nə vəziyyətə düşürsünüz? Rəbb deyir, özü aşağı tut. Mənə elə gəlir ki, Rəbb orada bu məsəldə, özü aşağı tut məsəlində maraqlı bir həqiqəti açır. Mən sizə bilirsiniz nə demək istəyirəm? Mən onu demək istəyirəm ki, bu sözü deməmişəm heç açan sizə. Amma demək istəyirəm, İsa deyirdi ki, həmin vergi yığan, həmin fariseyin sözlərini eşidirdi. Farisey Allah qarşısında deyəndə ki, mən heç bu vergi yığana da oxşamıram. Onu
təhqir eləyəndə vergiqan eşidirdi. Amma siz fikir verin, o eşidirdi, özün günahkar sayırdı. Rəbbin huzurunda tövbə eləyirdi. Farisey isə özün yüksəldirdi. Allah qürurlara qarşıdır. Təvazökarlara lütf verir. Mən istəyirəm baxasız həyatınıza. Siz qürurlu insanlarsınız, yoxsa təvazökarsınız. Rəbb deyir, əgər mənim xalqım, hansı ki mənim adımı daşıyır, öz yollarından dönərsə, özün aşağı tutarsa, yollarından dönərsə nədir? Yoldan dönmək nə deməkdir? Allah bizi ilə əhd bağlayır. Biz burada iki gənci birləşdirəndə, xeyir-dua verəndə onlara sual verilir. Xəstə vaxtı, imkan vaxtı, imkansız vaxtı, sən yenə də onu sevəcəksən? İkisi də bir-birinə deyir, hə, sevəcək. Amma çox az insan verdiyi sözə sadiq qalır. Rəbb də özünə sadiq balalar axtarır, unutmuyor. Soruşanda ki, filan kəs bəhmən kəslə niyə ayrıldı? Dinləyin məni. Deyir, əri pul qazana bilmirdi, ona görə rədd elədi onu. Elə düz elədi. Mən sizə bir söz deyim. Düzü Allahdan başqa heç kim eləmir. Bəlkə də Rəbb o adamı onun əlindən qutarırdı. Allahın bütün məzlumlara yazığı gəlir. Mən bu yaxınlarda bizim imanlı bir bacımızın, hansı ki mələk idi mənim gözümdə, bir söhbəti eşitdim. Mənim gözlərim alnıma çıxdı. O bazı özün aparması, ərə gedəndən sonra eləməsi, maşına minəndə, bilirsiniz, ərə getməmişdən qabaq dönüb olur bəziləri mələk. Angel elə mələk də var, indi necən bilmirsən? Dönüb olur mələk. Oy, oy, hey. Elə ki, ərə getdi, mənim Kamran qardaşımın bir yaxşı bir sözü var. Deyir ki, nağılda, mən hamı üçün demirəm, nağılda qurbağa alırsan, Sarevna Laquşka, kim baxıb sizdən? Hə? Baxmısınız, hə? Deyir, nağılda qurbağa alırsan, gecə görürsən ki, Karaleva olur, prinsessa olur. Amma deyir, baca, həqiqətdə prinsessa alırsan, gecə alırsan ki, qurbağadır. Mən istəyirəm, özünüzü yoxlayasınız, düşünəsiz. Mənim Rəbbimin sevdiyim bir ayəm var. Görün kəlam nə deyir müqəddəs kitabda? Deyir, yada sal. Sən aradan çıxartmışam və tövbə elə. Və dəyiş. Mənim sevdiyim misallardan biri Zeynal Abdul Tağıyevdandır. Deyirlər, onun çox gözəl otaqları var idi, milyarder olandan sonra. Amma bir otağı var idi. Tez-tez həmin otağa girərmiş. Orada köhnə paltarına baxarmış və oturub orada saatlarla ağlayarmış. Ona sual verəndə ki, bu cəhcəlalın içində bu nədir? Deyir, keçmişimi unutmayayım deyə mən bu otağı saxlamışam. Baxın, kim eydiniz? Nətər ərə gedirdiniz, nətər sevirdiniz, nətər bəyənirdiniz, nətər özünüzü yaparırdınız. Mən bu günləri dediyim söz qoy bir çox bacıların, qardaşların ürəyinə həkk olsun. Kişi paltarı geyinməyin, bacılar. Çünki Allahın huzurunda iyrəncdir. Qardaşlar, arvad paltarı geyinməyin, deyinməyin.
lənət eləməyin. Kişi də qarğış eləyər. Kişi də lənət eləyər. Kişi də arvad paltarında gəzər. Geyinməyin. Dedikodu ilə məşğul olmayın. İkiyüzlü olmayın. Siz mənə deyirsiniz, Rəbb deyir, əyənləri onlar yolların dəyişsə, nə deməkdir? Allah deyir, onlar yolların dəyişsə, mən başlayacağam eşitməyə onları. Mən deyim, burada oğru da var. Rəbb kəlamında deyir, oğurluq etmə. İllərlə gəlib gedirsən bura, imkan düşən kimi oğurluq eləyirsən. Oğurluq bir o deyir ki, cibə girəsən. Karmannik olasan, bəziləri onunla qürur duyur. Mən karmannik olmuşam. Yekə kişisən, ged işdə də. Oğurluq eləmə. Allah deyir, o yolundan dön. Onun için dua eləmək lazımdır. Ya Rəbb, mənə kömək elə, mən oğurluq eləməyim. Onu etməmək lazımdır. Zina eləmə. O üçün dua eləmək lazımdır. Ya Rəbb, mənə kömək elə, mən zina eləməyim. Mənim bu xoşuma gəlir. Məni bundan azad elə. Ya Rəbb, ona nöqtə qoy. Allah deyir, onun bunun malında, mülkündə gözün olmasın. Allah deyir, mənə iman et. Mən verim. Şeytan deyir, mənə iman et. Mənə səcdə qıl. Mən verim. Bax ki, kimə səcdə qılırsın? İnsanın həyatında min cür sınaq ola bilər. Bizim həyatımızda müxtəlif cür sınaq ola bilər. Biz ac da ola bilərik. Müqəddəs kitabda çox qəribə bir əhvalat var. Allahın oğlu yerdə ac idi. Bilirsiniz nə vəziyyətdə idi? Mən məsəl üçün yadımdadır, 5 gün çörək yeməmişdim. Və bu 5 gün ərzində mən nətər halsız idim. 5 gün. Mən tərpənə bilmirdim. Müqəddəs yazıda yazılıb ki, Matta İncilində İsa Məsih 40 gün dilinə çörək dəymədi. 40 gün heç nə yemədi. Nə gündüz, nə gecə. 40 gün oruç tutdu. Və kəlam deyir, 40-cı gün İsa acdı. Bu Azərbaycan versiyası, Rus versiyasında belə yazılıb. И напоследок он взалкал. Взалkal sözü acdıdan daha üstün sözdür. Mən də başa düşürəm, təsəvvür eləyin. 40 gün heç nə, yeməyəsən, içməyəsən. Və 40-cı gün İsa elə bir vəziyyətə düşmüşdü ki, iblis onu güdürdü. Hər yerdə. Və nəhayət İsa Məsih, Allahın oğlu, insan kimi elə bir vəziyyətə düşür ki, iblis onun zəif nöqtəsini tapır. Görür İsa oturub, bilmirəm, indi daşı əlinə götürmüşdü, niyə götürməlidir? Ya yerə baxırdı, mən bilmirəm, o halsızlıqdan o vəziyyətdədir. İblis o dəqiqə deyir, aha, qeydir deyir, salam əleykum. İndi görün iblis ona nə deyir, əgər sən Allahın oğlusansa, bu daşa əmr elə, çörək olsun. Görün, şeytan pis söz demirdi. İblis pis şey demir. İblis bizə bir söz tez-tez təkliflər, yollar görsədir. Şübhələr qoyur. Allah səni eşitmir. İblisin birinci şübhəsi. Sən bunu düz eləməmsən, ona görə Allah qulağın yumub və səni eşitmir. Siz iblisin səsinə yox, Allahın səsinə inanın, Allahın sözünə inanın. Allah deyir, əbədi sevgi ilə mən səni sevdim. Siz Allahın sözünə inanın. İblisin yox. Cəzalandıra bilər. Amma söz verib. Mənim Rəbbim sənə də, mənə də, həqiqətən ona iman edən balalarına söz verib, mən əsla səni tərk etmərəm. Mənim atamın sözüdür bu. İndi isə qulaq assın. İblis İsa'ya görün nə deyirdi? Burada çox yaxşı fikirdir. Belə insani baxımdan baxsın, İsa Allahın oğludur və İsa üçün daşı çörəyə çevirmək heç bir şeydir. İsa daşı çörəyə çevirə bilər. İblis ona təklif eləyəndə, İblis deyirdi, daşı çörək elə ye, doy, həm qarnın doyacaq, fikir verin, həm də ki, mənə sübut eləyəcəksən ki, sən Allahın oğlusun. Və insanlar da bunu biləcək.
Möcüzə elə özün üçün. Özü üçün möcüzə elə. Bir neçə gündən sonra, ya aydan sonra İsa 3 dənə çörəyi, nə bilim 2 dənə balığı 5000 adama verdi. Payladı elə artıq səbətlər də qaldı. Amma indi iblis deyirdi, özü üçün bir möcüzə elə və subut elə. İsa görün nə deyir iblisə? İsa iblisə qeydir deyir ki, orada insan təkcə çörəklə yox, Allah kəlamı ilə də yaşaya bilər. Qulaq asın. Bu nə demək idi? İblis həmişə bizi cismani təbiətimizə tərəf çəkir. Etirazın qalxıb get, yaşa da, cinsi əxlaqsızlıq elə. Get murdarlıq elə. Normaldır bu. Həm bədən təbiəti doyuzdur, həm də ki, bu normaldır insanlarda. Acımamısan, ilkinliyi sat. Niyə inirsən sən at ilkinliyi? Ged ilkinliyi sat. Yadınızda da Yaqubun qardaşı Yesaf öz ilkinliyin satdı. Dinləyin, İblis həmişə istəyir ki, Rəbbin balaları öz yerlərin qarınlarına görə, nəfslərinə görə, etirazlarına görə satsınlar. İsa'nın sənə verdiyi xilası İblis istəyir ki, əlindən alsın və səni məhv eləsin. Gəldi, Yesafın cavabına baxın. İblis Yesafa dedi, ilkinliyi sat. Yaqub vasitəsilə, Yaqub adının mənası bicbala deməkdir. Onun vasitəsilə və fikir verin, Yaqub üçün ruhani daha üstün idi. Yesaf üçün fiziki daha üstündür. Bax gör, sənin həyatında sənin üçün nə daha üstünlüyüdü? Pul, var, devlət, şan, şöhrət, ad, san. Yoxsa Allahın sözü, yoxsa Allahın ayəsi, kəlamı. İblis ona təklif eləyəndə fiziki şeyi təklif eləyirdi. Deyirdi, sən fizioloji özü görsət. İsa isə iblisə cavab verirdi. Ya şeytan, müqəddəs yazıda atam deyir, insan təkcə çörəklə yox, Allahın sözü ilə də, kəlamı ilə də yaşaya bilər. Hansı daha üstündür? Ruh, yoxsa təbiət? Bu təbiət torpağa gedəcək, az qalır. Amma ruhumuz əbədiyyata, biz bu təbiətə ruhumuzu satmayaq. İsa bunu deyirdi. Əgər sənə Rəbbi sevirsənsə, sənin həyatında mütləq şeytanın rolu olacaq. O sənə gəlib cürbəcür təkliflər sənin üçün edəcək. Sən ancaq özünü düşünərsən və ancaq özü üçün yaşayacaqsan və özün də bilmədən bütün ürəyinlə şeytana səcdə qılarsan, elə biləcəksən ki, İsa'ya səcdə qılırsan. O sənə bir parça nə satacaq qabağı var. Hərdəsə yalan danışacaqsan, hərdəsə deyək, oldu da, yarəm, mənə bağışla, yenə o yolla gedərsən. Mən isə sənə məsləhət görürəm. Bilirsiniz, burada bir başqa fikir də var. Sözümün önündə itayət, mən üzr istəyirəm, Rəbb deyir ki, məni axtarsa, İsa istəyir ki, biz onu axtaraq. Allah istəyir ki, biz onu axtaraq. Mən iki qısa bir yeri söyleyeyim. Yadınızdadırsa, onun dalıyca Məryəmlə Yusuf düşmüşdülər. 3 gün, İsa'nın 12 yaş olanda 3 gün onu axtardılar. Heç harada tapa bilmədilər İsa. Və nəhayət gəldilər, məbəddə tapdılar. Və ona sual verəndə ki, biz xeyli həyəcanlanmışdıq, səni axtarırdıq. O deyir, mənə niyə axtardınız? Bilmirsiniz ki, mən atamın evində olmalıyam.
Əziz bacılar, qardaşlar, əyimləri İsa atanızdırsa, siz orada burada olmalı deyilsiniz. Siz atanızın evində olmalısınız. Sizi atanızın evində axtarıb tapmalıdırlar. Siz də İsa'nı orada burada axtarmayın. O Rajdeni'də yoxdur. O hansısa bir konsertdə yoxdur. O hansısa bir teatrda yoxdur. O hansısa bir filmdə yoxdur. İsa Allahın evindədir. Çünki onun məbədi onun dua evidir. Və bundan əlavə Rəbb istəyir ki, biz onu axtaraq, tapaq. Bir dəfə bir insan İsa Məsih belə bir fikir söyləyir müqəddəs kitabında. O qeydir, deyir ki, Ya Rəbb, bizə dua etməyi öyrətsən. Bu İsa'nın şagirdlərindən biri idi. Və İsa şagirdlərinə nə cür dua etməyi qoyub. Mən bilmirəm, siz hamınız bu duanı əzbər bilirsiniz, yoxsa yox. Sonra isə İsa Məsih başlayır bir məsəl çəkməyə. O qeydir, deyir ki, diqqətlə qulaq asın, o qeydir, deyir ki, təsəvvür edin ki, bir insan dostunun evinə gəlib, gecə vaxtı qapısını döyür və ona qeydir, deyir ki, mənim yanıma başqa bir dostum gəlib, nə olar, mənə biraz çörək ver. Çünki evdə heç nəyim yoxdur, yəni ehtiyacım var mənim. Evdə heç nəyim yoxdur onun qarşısına qoymağa. Və deyir, onun dostu ona qeydir, deyir ki, artıq gecdə, qaqaş, bu vaxt adamın qapısına gələr. Mən uşaqlarla yatmışam, qapı baca da bağlıdır. Düşüb sənə çörək verə bilmərəm. İsa qeydir, deyir ki, əgər dostluq naminə düşüb verməsə çörək, o ondan əl çəkmədiyinə görə düşüb nə qədər lazımdırsa verəcək ki, licbi ondan əl çəksin. Bu bilirsiniz nə deməkdir? Bizdə bəzi imanlar var, saat 10'da dua edirlər. Mən demirəm hamısı, bəziləri. Və onlar dua edirlər. Sonra mən gəlirəm, baxıram ki, görüm duadan sonra kim birinci girib, görürəm 10-23, 10-21, məsələn, 10-25, yəni 23 dəqiqə, oradan da 5-10 dəqiqə uğurlayıbsa, 10 dəqiqə, 15 dəqiqə dua elədi, gəldi. Ki, qutardı. Diqqətlə qulaq asın. Mən bir şey bildim. İsa'nın dediyinə də tam güvənirəm. Nəsə istəyiniz varsa Rəbdən, cəmaat içində siz az dua eləyin. Amma girin tənha otağa. Yaqub kimi güləşin Rəblə. Əl çəkməyin. Saatla. Lazımdır 2 saatla. Məcazi söz deyirəm. Zəhləsin tökün. Diləyin, əl çəkməyin. Nəhayət özü gəlib deyəcək. Verirəm, əl çək məndən. Nə olur olsun, cavab alacaqsan. İnanla, əl çəkmədən, gizli bir otaqda, Rəbbin huzurunda, istəyin, diləyin, yalvarın, günahlarınızı etiraf edin, pis yollarınızdan dönün. Onu axtarın və o sizin yanınıza gələcək. Və sizə cavab verəcək. Çünki İsa özü deyir, diləyin sizə veriləcək. Axtarın, tapacaqsınız. Qapını döyün, sizə açılacaq. Axı hansı ata evladı ondan çörək istəsə ona daş verər. Yumurta istəsə ona əqrəb verər. Və yaxud ilan verər. Biz pis olduğumuz halda evlatlarımız bizdən yaxşı şeylər istəyirsə, biz onu ediriksə, atamız bizə, bizi sevən Allahımız nə qədər gözəl şeylər verə bilər. Düşünün.
Allah'tan istəyin. Xeyir dua istəyin. Balalarınız, oğullarınız, qızlarınız əl çəkmədən, yaxınlarınız, kimi sevirsiniz, onlar üçün əl çəkmədən diləyin, diləyin, diləyin. Qoy Rəbb yanınıza gəlsin. Yaqub Peyğəmbərə dediyi sözü sizə desin. Əl çək məndən. Siz də ona deyin. Xeyir dua verməsin əl çəkən. Döyərəm səndən. Günahınıza görə ağlayın. Əyimlərə hansısa bir günahınız varsa və hansısa bir günahdan azad ola bilmirsiniz. Hüzurunda ağlayın. Ta ki eşitməyincə ki mən səni azad edirəm. Yalvarın, yaxarın, hansısa bir ağır xəstəlik ruhani həyatınızda baş qaldırıbsa, yalvarın, yaxarın, ondan istəyin, əl çəkməyin, sizinlə danışmayınca. Bunu Rəbb belə istəyir, dua budur. Yoxsa, salam, amin, sən bu adamlara xeyir dua ver, amin, mənə də unutma, amin, mən getdim. Bu dua deyil. Dua yalvarış deməkdir. Dua Allahın ayaqlarının altına düşmək deməkdir. Dua Allahın qapısını elə cür döymək deməkdir ki, o sənin səsini eşitsin. Dua odur ki, yalvarasan sənə özün görsətsin. Nə kökdəsənsə bil, sabah gec olacaq. Mən də oturub düşünəndə ki, vay dədə, İsa, Məsihçi adlananlara, cin qovanlara, ölüləri dirildənlərə qeydib deyəcək, heç saçan səni tanımamışam. Deyirəm, vay, birdən mən də onlardan biri olaram, ha? Heç düşünmüsünüz bu haqda? Nə bu dünyanı gördünüz, nə də oranı? Düşünmüsünüz? Yaşayırsınız, şeytan aparır, hər şey yaxşıdır, pulum var, arvadım qazanır və yaxud ərim gətirir, qızılım da yoxdur olacaq, sırğam yoxdur olacaq. Ay yazıq, vəsəbədə həyatım necə? Varımdır, yoxsa yoxdur? Viz almışsan ora. Vizum var, pasportunda. Bax gör. Özün özü aldatmırsan. Mən sonunda da bunu demək istəyirəm sizə. Yeşaya Peyğəmbərin kitabı 55-ci fəsil 6-cı 8-ci ayələri oxumaq istəyirəm. Diqqətli olun. Tapmaq fürsəti olarkən Rəbbi axtarın. O yaxın ikən onu çağırın. Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini açsın. Qoy Rəbbə sarı dönsün ki, onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, çünki onun əfvi boldur. Çünki mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız mənim yollarım deyil. Rəbb belə bəyan edir. Tapmaq fürsət olarkən Rəbbi axtarın. Fürsət indidir. İsa buradadır. Rəbb buradadır. Mən bir dəfə demişəm, bir də demək istəyirəm, bu günləri bilmirəm, xüsusi gün olduğu üçündür, ya nədir, insanlar buradadır. Mənə bir dəfə bir insan deyir ki, bu cəmaat niyə çıxıb bir əldə tövbə eləyir? Və Rəbb mənə belə bir həqiqəti açdı. Dedi, tövbə eləyənlər üçün sizin aranızda mənim mələklərim var. Mənim oğul qızlarım var. Onlar görəndə ki, kimsə bütün ürəyi ilə, qəlbi ilə tövbə eləyir, onlar üçün onlar dua edirlər. Ona görə də əmləri sizdən kimsə özü günahkar görürsə, kimsə yollarından dönmək istəyirsə, həqiqətən tövbə etmək istəyirsə, gördü ki, pulu çox sevir Rəbdən, gördü ki, başqa şeyləri Rəbdən uca tutur. Gördü ki, artıq çoxdan da onun Rəbbə ehtiyacı yoxdur. Gördü ki, o vəd olunmuş torpağa girdi və ya Rəbbi unutdu. Mən sizi tövbəyə çağırıram. Tövbə edin. Dəyişin.
Tövbə sözü dəyişmək deməkdir. Qorxmayın tövbə sözündən. Həqiqətən dəyişin və tövbəyə səmərə gətirin. Qoy Allahımız, Rəbbimiz həqiqətən sizi azad etsin. Bu günləri o buradadır. Nəydənsə azad ola bilmirsən, yalvar azad eləsin. Hansısa bir içində yara varsa, dilə o yaradan səni təmizləsin. Hansısa fikirlərin, düşüncələrin düzdürsə, o fikir düşüncələrini verir Rəbbə. Və ondan xeyir dua istə. Qoy Rəbb sənə kömək olsun. Amin.